Bloka dəstək üçün blok sınaq kitabından yenə də bir sualın izahına baxaq. Burada bir cümlə verilib, həmin cümlədəki ədatları tapmalıyıq və növlərini qeyd etməliyik. Ana, bu vaxt pulemyotumun bircə daraq gülləsi olaydı, gör onda bir faşist belə qaçıb qurtula bilərdimi? Cümləsində biz ədatlar seçək əvvəlcə. Buradakı ədatlar, baxın, bircə sözündə, bircə sözü təklikdə, bütövlükdə ədat deyil. Burada C hissəsi ədatdır. Çünki burada deyir ki, bir dənə neçə daraq gülləsi olaydı? Bir dənə. Ona görə də burada bir say, C isə qüvvətləndirici ədatdır. C bilirik ki, hansı ədatdır? Qüvvətləndirici ədatdır. Bu bir. İkincisi, burada belə sözü də var. Baxın, gör onda bir faşist belə qaçıb qurtula bilərdimi? Bu belə sözü də yenə hansı ədatdır? Qüvvətləndirici ədatdır. Baxın, bu da qüvvətləndirici ədatdır. Digər ədat burada gör sözüdür. Gör onda nə et deyə bilmərik. Əgər bu nə et sualına cavab versəydi, onda feil olacaqdı. Burada gör sözü əmr ədatıdır. Gör sözü nədir uşaqlar? Əmr ədatıdır. Gör, gəl, gəlin, gəlsənə kimi ədatlar əmr ədatlarıdır. Sonra keçək sonuncu ədata. Sonuncu ədat mi ədatıdır. Mi ədatı həmişə gözdən yayınır. Daha çox axırda işlənir, gözdən yayınır. Amma biz suallarda nə demişik? Birinci qayda budur ki, diqqətli olmalıyıq. Mi ədatı da sual ədatıdır. Hansı ədatdır mi ədatı? Sual ədatıdır. İndi biz nömrələrlə yazsaq, bu açıq sualdır. 1. Qüvvətləndirici ədatdır. 2. Əmr ədatıdır. Məhdudlaşdırıcı ədatı yoxdur. 4 isə sual ədatıdır. Bir də onu qeyd edim ki, burada olan bircə sözü təklikdə də ədat ola bilər. Bu məhdudlaşdırıcı ədat ola bilər. Amma burada məhdudlaşdırmadığı üçün və say olduğu üçün biz bircə sözünü məhdudlaşdıra bilmərik.